Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə Xocalı üçün belə bir dekor hazırladım. Nə qədər zəfər ölkəsi olsaq da Xocalı sağalmayan yaramızdır. İstədiyiniz dekoru özünüz hazırlaya bilərsiniz. Bu da məndən sizə bir fikir olsun. Eyni zamanda onu da deyim ki, ölçünü də dəyişə bilərsiniz. Mən kiçik tablo formasında hazırladım. İlk öncə hərfləri bu formada penoplastdan kəsib, kənar haşiyəsini qara jart və yaxud da krep kağızla örtürük. Daha sonra isə üzərinə müxtəlif şəkillər çıxartmışam, onu göstərəcəm. Şəkilləri göstərmədən öncə bildirim ki, mən hər zaman üzərinə vinil çəkirəm, şəffaf vinildir, məktəbli mağazalarında olur. Bu yoxdursa enli skoçdan da istifadə eləmək olar. Baxın, bu formadadır, amma şəklin üzərinə yapışanda şəffaf olur. Biraz bulanıq görünə bilər əldə. Onu da deyim ki, şəkilləri işləyəndən sonra üzərini sərt bir əşya ilə bu formada bərkidin. Yəni, tam otursun üzərinə, yoxsa bulanıq qalacaq, şəffaf görünməyəcək. Vərəqlərin parlaq Oxforddur. Çünki nazik adi kserokopiya qarada şəkillərin effekti itir. Ona görə baxmayaraq ki, ağ-qara şəkillərdir, hamısını parlaq vərəqdə çıxartmışam. 120 qramlıq, 150 qram olsa bəsdir. Və şəkilləri yerləşdirmək, belə deyim, artıq sizin öz zövqünüzdən asılıdır deyim, yoxsa öz xəyal gücünüzdən, yəni bir-birinə uyğun tonlama, bir-birinə uyğun keçidi yaxalamağa çalışın ki, keçidlər kəskin olmasın, kəskin bilinməsin. Şəkilləri yapışdırandan sonra artıq qalan hissələri bu formada kəsirəm. Yəni öndən kəsdikdə daha sərgəli forma əldə eləmək olmur, yaxud əvvəldən kəsəndə bəzən şəkil böyük, kiçik ola bilər və yapışdırmamışdan öncə dəqiq ölçün ki, şəklin hansı hissəsi hərfin üzərində qalacaq. Yəni sizə lazım olan hissə, əlavə kənar hissələr kəsilə də bilər. Bütün şəkilləri yapışdırandan sonra qalır kənar boşluqları doldurmaq. Yenə deyirəm, onu isə şəkillərin keçidini özünüz ayarlayın. Hansı uyğunluqdadır, rəng tonlarına fikir verin. Ağ-qara da olsa bəzi tünd sahələr var. Baxın, burada məsələn 3-4 şəklin birləşdiyi yerləri bacardığım qədər itirməyə çalışmışam. Çünki orada ən azı 3-4 şəkil var calaq formada. Kəsdikdə kant kimi deyil, biraz dalğalı kəsin ki, keçid daha yumşaq olsun. Və az öncə dediyim kimi şəkillərin kənar qismlərinə nəzarət eləyin ki, insanların üst hissəsinə düşməsin kəsimi və kontur olaraq qara kəndirdən istifadə elədim. Mən taxtanın üzərinə parça yapışdıracağam. İstəsəniz qara rənglə boya da bilərsiniz. Bu formada asılqandır, asmaq rahat olsun. Həm stolüstü, həm askı formada istifadə olunsun dekorumuz. Parçanı isə adi formada da yapışdıra bilərsiniz. Amma mən biraz teatralni forma verəcəm. Kənar hissələrdə biraz qırış olsa yetərlidir. Kənar hissəni kant formada qatdalayıb daha sonra yapışdırırıq ki, səliqəli olsun. İstədiyiniz görüntünü vermək üçün taxtanı yaxud kardon üzərində işləyə bilərsiniz. Kardonu əlinizdə dik saxlayın. Təxmini qırışların hansı formada düşəcəyini ayarlayın. Çox boşluq da olmasın, çünki aşağı hissəyə hərf yapışdıracaq. Baxın, büzmələri mən taxtanın bir kənarına salacağım ki, hərf yapışdıra bilim. Daha sonra aşağı hissələrdən yapışdırmamışdan əvvəl hərfləri yerləşdirirəm ki, təxmini sırasını bilim, bir-birindən nə qədər məsafə qoyum. Daha sonra isə əl işi qərənfil hazırlayacağım. Qərənfili hazır da ala bilərsiniz. Özünüz də hazırlamaq istəsəz. 4 qatdalayıb bu formada, ortadan qırçın formada kəssəz. Təbii ki, qırçın qayçınız varsa daha yaxşı olar. Sadə qayçınla da özünüz qırçın kəsə bilərsiniz. Ara kəsmələri böləndən sonra qatları bir-birinə yapışdırıb əvvəlcə mərkəzini hazırlayıram, daha sonra kənar ləçəklərini.
Dekorumuz bu formada hazırdır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Yerləri behişt olsun inşallah. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün çox sağ olun. Növbəti videolarda görüşənədək.